Xoş gördük əziz izləyicilərim, canlarım, ürəklərim. Yenə də indi bir də gəlirəm sizin görüşünüzə. Bilirsiniz necədir? Mən indi bilirəm bu adamlar bizim bu geyimini bilməyənlər, görməmişlər, hardan öyrənirlər bu geyimləri belə. Güya Avropa sayağı, Avropalılardan öyrənirlər. O da Avropanın küçədə qalmışları. Bir də kinolarda ki, hər kəs öz paltarını reklam eləyir axı. Bir də görüm o kinolara baxırlar, nə bilim kimsə konsertə kiminsə paltarını reklam eləyir, onlara baxırlar. Onlardan götürüb bunlar da geyinirlər də. Yəni necə deyim, onlar ayaqlarını götürürlər, yerdə izi qalır. Bizimkilər də aparıb onların ayaqlarının izinə öz ayaqlarını qoyurlar. Öz olun da, utanmırsınız başqalarının geyimindən özünüzə necə deyim, geyim götürüb geyirsiniz. Sizi inandırım ki, istər televizor olsun, istər kanallar olsun da, YouTube olsun ya başqaları. Mən əsasən YouTube kanalını izləyirəm, YouTube kanallarım var. Orada geyimlə bir xoşa gəlmə geyim görən kimi canımı dərd al. Deyirəm, vay, bizim artistlər ya bizim adi insanlar bu geyimi geyəcəklər. Sizi inandırım, düzdür, artistlər göz qabağındadır. Yəni o daha çox gözə gəlir də artistlərin geyimi. Artist deyəndə ki, kafe qadınları əsasən elə geyinirlər, kafedə oxuyan qadınlar. Ya elə bir ali təhsilli, məsəl üçün durum deyim ki, muğam oxuyan, yəni biz təhsilli bir insanlar heç vaxt o cürə geyim geyinməzlər. Ancaq o təhsildən kənar ki, yəni oxumayıblar, orta məktəbi yaxşı oxumayıblar, ali məktəbidəki artist olandan sonra pul verib diplom alıblar, nə ediblər da özləri bilərlər. Yəni onlar belə kötü, bünövrəsi olmayan evlər ki olur. Bizim o bəzi artistlər, o bünövrəsi olmayan artistlərimiz ancaq ondan bundan geyimlərini giyərlər də, yoxsa özləri deyir, ot köküz də bitər. Əgər bu kötüklüdürsə, bu niyə belə geyinməlidir? Kral ailələrinin qızlarını, özlərini çölə qoymurlar. Məsəl üçün, yaxşı mən neçə dəfə izləyirəm də, bu vəzifəli insanlar niyə belə geyinmirlər? Lazım gəlsə onlar geyər də, ancaq küçə qadını, rep deyənlər zadlar küçə adamları belə geyir. Kafedə ki, pul qazanmaq istəyirlər sinələri ilə, dalları ilə, ancaq onlar elə geyinir. Sizi inandırım, bir toya getmişdim bir dəfə, mən xəcalət çəkdim inanın o toyda. Qadınlar necə geyinmişdi, ay Allah, ətim töküldü. Gödək geyib dallarını göstərirlər, sinələrini açıb, sinələrini göstərirlər. Ayıb olsun sizə. Siz müsəlman qadınısınız. Siz hansısa bir kişinin həyat yoldaşı, hansısa bir oğlun, qızın anasısınız. Utanmırsınız, belə geyinirsiniz. İnanın, onların yerinə mən xəcalət çəkdim. Bu geyimlər, bu gic-gic geyinən qadınlar, inanın, məni demir ki, xəstə salıblar da. Bunlar niyə belə geyinir, mənə çatmır. Deyirəm, ilahi, elə bir yerə gedərdim ki, bizim bu bəzi qadınlar orada olmazdı, bu gic-gic geyinənlər. Ay, nə vacibdir? Bax, bu gödək geyirsən, dalı göstərsən, bax, nə vacibdir? Bir qarış əyinlərinə paltar geyirlər. Bu nə demək? Sinəsin başınası. Göd otur kafedə. Nə bunu YouTube kanalında paylaş, nə bir şey elə. Özün üçün o kafedə kişilərə nə qədər göstərib pul qazanırsan, qazan. Zaten yenə deyirəm, təmiz ailənin qadını heç vaxt o cür geyinməz. Orta məktəb qız uşaqları qaşlarını alır. Ana aparır, qız uşağı alnını təmizlər, qaşının ortasını götürür, bəli, bunlar təmizdir. Bu qaşın altını almaq nə deməkdir? O qızın təravəti gedir onda. Həqiqətən qız uşaqların təravəti onların qaşlarının altındakı tükdən bəllidir. Qaşın altında tük varsa bu qızın təravətidir. Sizi inandırım, hansı evdə kişinin sözü keçirsə, orada qəşəng geyim də var, tərbiyə də var. Hər cəhət öz yerində. Ancaq harada ki, o kişi kölgədə qalır, arvadın sözü işləyir. Maraqlanmışam da mediaçiyəm, biz mediaçilər hər şeyini maraqlanırlar. Görürəm, qız uşağı qaşını alıb, bilirəm qızdır, qaşını alıb, gödək geyib, şortikdə küçəyə çıxıb, şortikdə küçədədir belə. Soruşuram, qızım, nətər adamdılar, atanın sözü keçir evdə, ananın sözü keçir evdə, deyir, atamın sözü, dedim, heç inanmıram, sən atanın sözü keçsə, sən bu cürə küçəyə çıxmasını verir. Atam geyimizə qarışmır, bizim geyimizə anamız qarışır. Dedim, daha de ki, evdə ağa anamdır da.
Bu qadınların əlinə pul keçəndən, bu qadınlar evdə ağalıq eləyənlər, kişiləri kölgədə qoyanlar bizim tərbiyəmiz də gedib, əxlaqımız da gedib, o təmiz adlarımız da gedibdir. Yəni deyirəm, bu hamıya şamil deyil ha. Yəni kimsə elə bilməsin ki, mən bütün yox. O tərbiyəli, hardakı o kişi sözü işləyir, hardakı kişinin yumruğunu göstərir. O yalandan dalda da deyirlər, kişinin sözü işləyir, kişinin sözü işləyir qadın, sən deməyi. Qoy onu mən deyim, genindən baxan insanlar desin ki, həqiqətən o evdə kişinin sözü işləyir. O bəzi arvadlar yalanlar kişilərini gözə soxmaqdan ötürü, o mənim evimdə kişinin bir sözü ki olmaz. Qalxıb da genindən baxırıq da. Sənin ailə tərbiyədə görürük, səni də görürük, uşaqları da görürük. Onda hamı bilir ki, o evdə kişinin sözü işləyir ya işləmir. Hamı deyəndə ki, o dəyər verən insanlardır. Ailə etikalarına dəyər verənlər. Yoxsa ailədən, uşaqdan xəbəri olmayanlar, özləri kafelərdə, barlarda yatıb duran qadınlar ya kişilər nə bilirlər ailə etikası nədir, ailə tərbiyəsi nədir. Yəni paylaşım eləmişdim artistlər üçün. Ancaq sizi inandırım düzdür. Artistlərdə də yəni pis geyinənlər var. Bizim də bəzi qadınlar götürü varsa. Ancaq indi görürəm o bəzi kinolar da var. İnanın, xəcalətimin o kinoya mənim 2 oğlum var evdə. Mən onların yanında kinolara baxa bilmirəm. Əsasda bizim bu bir dənə kino var, Azərbaycan qadını gedir, Türkiyədə serialdır, da indi adını demirəm. O qadın elə bir geyim geyinir ki, mən xəcalətimin də o kinoya baxmıram. Azərbaycanlı olanda nə olur? Orada seriala çəkilmişsən, yaxşı eləmişsən. O geyim nədir geyimsə ki, utanmırsan. Sənin atan qardaşın yoxdur. Əri ola bilər, yoxdur. Sevgi, indi də dəvdədə sevgili. Sevgili bizim müsəlmana aid deyil, sevgili bambaşqa bir şeydir. Qız uşaqlarını dindirirsən, orta məktəb uşağıdır. Sevgilim var. Deyirəm, ay bədbəxt insanlar. Sevgili bilsiz nə deməkdir? Xəlvət, ailə yaşayanlardır. O da demirəm də nədir yəni. Sevgili ona deyirlər. Elə belə sevdiyim insan deyə bilərsən. Sevdiyim qız var, sevdiyim oğlan var. Yoxsa sevgilim, sevgili sözün mənası bambaşqa bir şeydir. Ay insanlar, başa düşün. 14 fevral sevgililər günü keçirdilər. Həmin gündəki bilirsiniz də bizim Murovda nə qədər əskərlərimiz donub müharibə vaxtı. O əskər getdi ki, hansı şəhidin elini de görüm. Bir dənə de ki, filan şəhidimiz filan tarixdə şəhidliyə qovuşubdur. Bilməyəcəklər. Ancaq giz-giz şeylər bunların yadında qalar. Sevgililər günü. Sevgili sözünün mənası xəlvət ailə yaşayanlardır. Başa düşdünüzmü? Onu dilinizə gətirməyə utanın. Hələ bir onu ictimailəşdirirsiniz də. Biz Azərbaycanıq. Heç Azərbaycanlıyıq. Azərbaycan öz adını qorumalıdır. Bəli, biz öz adımızı qorumalıyıq. Yoxsa bizim bəzi artistlərimiz Rusiyyətə getdilər, Orta Asiyaya getdilər, biabır elədilər. Orta Asiyada mənim tanışlarım var, deyir, Azərbaycan müğənnilərini ancaq keyf çəkəsən, Azərbaycan qadınlarının keyf çəkəsən. Xəcalət çəkdim, deyirəm, o hamıya aid deyil. Deyir, bizi tapanlardır da, belə bizi, yəni buralarda gəlib pul qazananlar elələrdir. Utanmırsınız, pula görə özünüzü nə qədər satacaqsınız? Hər yerə, hara gedirsən, orada Azərbaycan qadını özünü satır. Yenə deyirəm, bu hamıya aid deyil. Hamı heç də götürüb başqa təmizi də özü kimi ləkələməyin. Demir ki, mən hamıya deyirəm, xeyr. Mən Fəza İsmailova bütün qadınlara şamil eləmirəm dediklərimi. O qadınlar bilir mən kimə deyirəm sözümü. Onlar özləri dərs götürsünlər mənim dediklərimlə. Bədənlərini satanlara, bədənlərini göstərən qadınlara da sözüm. Biz Azərbaycanlıyıq, adımızı qorumalıyıq. Pula görə Azərbaycan qadınları özlərini satırlar. Bəzi var da, paylaşımlar var. Bəzi kişilər orada Azərbaycan qadınlarını qınayırlar, düz deyirlər. Bu nədir? Otellərdə Azərbaycan qadınları ərəblərlə. Bu nədir? Küçədə rəqs eləyirlər, kişilərin qabağında Azərbaycan qadını. Bəsdirin də. Nə vaxta qədər belə olacaqsınız? Nə qədər pul sizi öldürsün? Bu pul nə deməkdir? Mənim pulum yoxdur, ölürəm. Allah Taala yetiribdir. Allaha şükür ki, oğlum var, ikisinin evi də var, maşını da var. Vallahi Allah yetirib bizim üçün. Biz heç kəsin nə soymuruq, nə eləmirik. Allahın verdiyi, mən dövlətdə işləyirəm, dövlətdən maaşımı alıram, şükür. Narazı deyiləm dövlətimə. Böyük oğlum da işləyir, o da şükür. Hər ikimiz maaş alan insanlar, balaca oğlum da tələbədir, yenə o da məktəbdən pul alır. Halal zəhmətimizlə dolanırıq. Halal zəhmətinə dolanan insanlara Allah Taala həmişə kömək edir. Allaha şükür, özümüzə görə də dolanışığımız var. Vacib deyil gedib kimlərinsə qabağında oynayaq, kimlərsə qafitlərinə biz pul qazanaq. Utanın sizə.
Nəysə canlarım, sağ olun, ürəyim dolu deyil. Mən danışsa çox danışacağam, yaxşısı bu dilə saxlayın. Sağ olun, sizinlə həm söhbət oldu, həmişə olduğu kimi Fəza İsmailova. Canlarım, mənə dəyər verənləri mən də dəyərləndirirəm.